15 gün əvvəl mənə sual verilsəydi ki, Sibrizdə hazır təmirli əşyalı bir mənzili ən ucuz neçəyə ala bilərik? Cavabım bu olardı ki, bu dəqiqə ən ucuz mənzil 210 min manatdır. O da düşmə qiymətdir. Yaxşı, yayda o mənzilin qiyməti nə olub? Mən özüm o mənzili yayda bir neçəsini 225-220 min manatdan satmışam. Məsələ burasındadır ki, baxın, həmin mənzili bugün biz ala bilirik 185 min manata. Bir ədəddir. Düşünərsiniz ki, sayı çoxdur, xeyr. Bir ədəddir, fiziki şəxsdir, mənzili alıb bugün satmaq istəyir. Məsələ burasındadır ki, bu yatırımçılar üçün böyük fürsətdir. Və gedib təmirsiz mənzili alıb, təmirlə vaxt itirib, sonunda satıb 15-20 min manatlıq qazanc marjı əldə etməkdənsə, sadəcə olaraq bu mənzili alın və gözləyin. Başqa heç bir şey lazım deyil. Yayın başlanğıcında ən pis ehtimal deyirəm sizə 205 min manat. Baxın, 210 demirəm, 220 demirəm. Mən 220-yə satmışam. Bu olub. Mən 205 min manat deyirəm ən aşağı qiymətə. Orada 20 min manatlıq bir qazanc marjı formalaşır. Baxın, nə təmir edirsiniz, nə başqa bir əziyyət çəkirsiniz. Sadəcə alırsınız, yayın başlandığı müddətə qədər istəyirsiniz özünüz yaşayın, istəyirsiniz olduğu kimdə qalsın. Yayın başlandığı müddətdə həm icarə tələbatı yüksək olur, həm də yaşamaq üçün o ərazidə yaşayış olan tək kompleks Park Residence 2 layihəsidir. Onun biraz sonrasında Marina, daha sonrasında Polo Residence kompleksləri var. Amma yenə deyirəm, qiymət məsələsi ilə bağlı hal-hazırda Sibrizdə yaşayış olan binaların içində ən sərfəlisi Park Residence 2 layihəsidir. Bu fürsəti məncə qaçırmayın. Zəng eləyin məndən, soruşun, nə suallarınız varsa verin, sizə mən cavablar verim. O cavabların əsasında düşünün və bir an öncə qərar verin. İnanın səmimiyyətimə, bu mənzilin alternativi yoxdur. Qiymət baxımından deyirəm. Gözləməyin.